Və müqəddəs kitabda İsa bizə iblisə necə qalib gəlməyin yolunu öyrədir. İsa Məsih bir dəfə dağüstü vəzində belə bir söz deyir. Qayıdıb deyir ki, sizə deyirəm deyir, ey məni dinləyənlər. Bu günləri bizə deyir. Kim onu dinləyirsə ona deyir. Deyir ki, düşmənlərinizi sevin. Sizə nifrət edənlərə yaxşılıq edin. Sizi lənətləyənlərə xeyir dua verin. Sizi incidənlər üçün dua edin. Bir üzünə şillə vurana o birini də çevir. Üst paltarını aparandan köynəyini də əsirgəmə. Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə. İnsanların sizinlədir, necə rəftar etməyini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Dalıca Rəbb deyir. Deyir, əgər sizi sevənləri sevirsin, istəyirəm davam edin. Çünki ola bilsin çoxumuz çoxdanlandır, heç kəlam oxumuruq, bu yerlərə də rast gəlmirik. Deyir, əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevir. Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. Əgər geri almaq ümidi ilə borc verirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. Ardıca isə Rəbb deyir, siz isə düşmənlərinizi sevin. Onlara yaxşılıq edin. Onda deyir, siz Haqq Taalanın övladları olacaqsınız. Çünki o nankorlara və pis adamlara da xeyirxahdır.